İyunun 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Lent-AZ-a verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-22 isti, gündüz 27-32 isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm sütunu olacaq. Nisbi rütubət gecə 70-75, gündüz 35-40 olacaq. Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısa müddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22 isti, gündüz 31-36 isti, dağlarda gecə 8-13 isti, gündüz 15-20 isti olacaq.